Salam uşaqlar. Mannaya aid testlərin 2025-ci il Dimin toplusundan izahına baxaq. Birinci testdə deyir ki, Kuti və Lubi tayfalarının tarixinə aid oxşarlıq. Oxşarlıq bunlarda hər ikisinin türk olması, hər ikisinin çoxallahlı olması, hər ikisinin iki çay arası ilə əlaqədə olması kimi biliklərimiz var. Onların oxşarlığı haqqında Şumerlə dost idilər, Akkadlı düşmən idilər. İki çay arası ərazilərini tamamilə fəth edərək öz dövlətləri arasına qatmaları yanlışdır. Azərbaycanın şimal torpaqlarına xeyr, cənubda yaranmışdır. Çünki Mesopotamiyaya yaxın olan cənub idi. Padşah Himaşkun tərəfindən idarə edilməsi xeyr, bu Lubiyə aiddir. Anubani tərəfindən idarə edilməsi bu da Lubiyə aiddir. Deməli cavab Y-dir. Müstəqillik uğrunda Asura qarşı mübarizə aparmaları. İkinci test. Manna dövlətinin tarixinə aiddir. İskit dövlətlə müttəfiq olmuşdur. Bəli, doğrudur. Çünki Əhəmənilər yazılıb B-də. O yanlışdır. Manna Əhəmənini görmür. Azərbaycan xalqının formalaşması başlayıb yazıb C variantında. O da ola bilməz. Çünki Albaniya Atropatenaya aiddir o hadisə. Alan yürüşü də Albaniya Atropatenaya aiddir. Roma yürüşləri də yenə Mannada yoxdur. Üçüncü test. Manna dövlətinin tarixinə aiddir. Makedoniya İskəndərin hərbi yürüşü xeyr. Makedoniya İskəndər Mannaya yürüş etməyib. Çünki Manna 9-cu əsrdən 6-cı əsrin əvvəlinə qədər mövcud olub. Makedoniya İskəndər isə 4-cü əsrdə yaşayıb. B variantı. Eramızdan əvvəl 1-ci əsr Romalılar. Xeyr, Romalılar hücum etməyib. Əsası İranzu tərəfindən qoyulub. Yanlışdır. İranzu dövlətin əsasını qoymayıb. Kimin qoyduğunu bilmirik. Midiyada hərbi yardım göstərmişdir. Bəli, cavab D olacaq. Əhəmənilər tərəfindən süquta uğradılmışdır da yanlış variantdır. Çünki Manna və Əhəməni paralel yaranmış dövlət deyil. Dördüncü cavab. Həsənlidə tapıntılar sübut edir. Həsənlidə qızılcam bilirik ki, tapılmışdır. Qızılcamın üzərində isə müxtəlif Allah rəsmləri var idi. Bu Mannada çox Allahlığın və metal işləmənin inkişaf etdiyini göstərir. Mixi yazı xeyr, Zivyə tapıntısında hieroglif yazı var idi. Ona görə A yanlışdır. Albaniyada əhalinin oturaq həyatı xeyr, bu da yanlışdır. Nə əlaqə Albaniya ilə? Mannada tək tanrılıq xeyr, Mannada tək tanrılıq deyildi. Albaniyada toxuculuq xeyr. Cavab Y olacaq. Mannada metal işləmə sənətinin yüksək inkişaf etdiyini. 5-ci test. Zivyədəki tapıntı göstərir. Bilirik ki, Həsənlidə qızılcam, Zivyədə gümüş sini tapılıb. Gümüş sininin üzərində hieroglif yazı var idi. Metal işləməni sübut edirdi. Cavab A olacaq. Mannada metal işləmə sənətinin yüksək inkişaf etdiyini. 6-cı test. İranzunun Assuriya ilə ittifaqa meyl göstərməkdə əsas məqsədi nə idi? Midiyanın hücumlarından qorunmaq. Xeyr, İranzun dövründə Midiya hücum etməyib. Öz torpaqlarının bütövlüyünü qoruyub saxlamaq. Bəli, cavab B-dir. Çünki biz bilirik ki, Mannada 2 meyillik var idi. Asur-Urartu meyillik, Asur meyillik Mannanın bütövlüyünü qoruyur. Urartu meyillik isə Mannanı dağıdırdı. Asuriyanın tərkibində, yəni C, D, Y variantları yanlışdır. 7-ci test. İranzun dövründə Mannada bəzi canişinlərin Urartu ilə ittifaqa meyl göstərməkdə əsas məqsədi nə idi? Demək, bilirik ki, Urartu ilə ittifaqa meyl göstərən canişinlər dövləti parçalamaq, özləri müstəqil olmaq istəyirdi. Cavab onda C variantı olacaq. Öz ərazilərində müstəqil olmaq. 8-ci test. Azərbaycan ərazisində mövcud olan İskit şahlığına aiddir. A variantı. Midiya dövlətinə sarsıdıcı zərbələr vuraraq süquta uğratması xeyr, əksinə Midiya İskiti süquta uğratmışdı. Hökmdar Azaya qarşı baş vermiş qiyama dəstək xeyr, Azaya qarşı heç bir qiyam olmayıbdı. C variantı. Aşırı ittifaq qurmaları bəli, cavab C olacaq. 9. Azərbaycanda İskit şahlığı ilə Manna dövlətlərinin süqutunun oxşar cəhəti. Ya eyni əsrdə süqut etmələri olacaq, hətta eyni ildə və yaxud da ki, Bulgar dövlət və yaxud Türk dövləti olmaqları. Süqutu deyir. Süqutudursa onda Midiya tərəfindən işğal edilmələri. Cavab D variantı olacaq. 10-cu test. Azərbaycanda İskit şahlığı və Manna dövlətinə aid ümumi cəhət. 9-cu əsr yaranması xeyr. İskit 7-ci əsrdə, Manna 9-dadır. Bulgar dövləti bəli. Cavab B olacaq. Midiya dövlətini süquta uğratmalar bu yanlışdır. Əksinə Midiya onları süquta uğradıb. Akkada yürüyüş heç birində yoxdur. Şimalda da deyirlər, ikisi də cənubdadır. 11-ci test. Kimmer, İskit və Sak tayfalarının Mannaya gəlişi nəticəsində
Manna zəifləyir, yazıb adı xeyr, yanlışdır, zəifləmir. Manna Assuriya ittifaqı pozuldu. Bəli, Kimmer Skitsakların gəlişini görən Ağşehri Assuriyadan üz döndərib onlara arxalandı, lakin həlledici məqamda İşbakay ona kömək etmədi. Bir tərəflik göstərdi, hədiyyələri alaraq Assurdan. 12-ci test. İranzunun Manna tarixində oynadığı rol. Vilayətlərin müstəqilliyini təmin edib Rusiyanın şərəfinə yazılı abdə qoydurdu. Xeyr, Rusiya ilə İranzun fəaliyyəti paralel deyil. B variantı ölkəni Assur-Banipalın hücumundan xilas etdi. Bu da yanlışdır, çünki Assur-Banipalın hücumu Ağşehrin dövründə olub. C variantı canişinlik sistemini ləğv edib mərkəzi hakimiyyəti gücləndirir. Bəli, cavab C-dir. 13-cü test. Midiya və Manna dövləti üçün oxşar cəhət. Onlar haqqında ilk məlumat Herodot verib. Yanlışdır. Azərbaycanın şimalında yaranıb. Xeyr, bu da yanlışdır, çünki cənubdadır. İskiz şahlığının hakimiyyəti altına düşməsi, bu da yanlışdır. Çünki Manna İskiz şahlığının hakimiyyəti altına düşməyib. Eyni əsrdə süqut etməsi isə doğrudur. Çünki Midiya eramızdan əvvəl 550-ci ildə, Manna isə eramızdan əvvəl 590-da süqut edib. 14-cü test. Eramızdan əvvəl 7-ci və eramızdan əvvəl 6-cı əsrdə Mannanın tarixi ilə bağlı oxşar hadisə. Ölkənin Assuriyanın hərbi yürüşünə məruz qalması. Elə cavab A olacaq. Çünki eradan əvvəl 8-ci əsrdə Ulusununun dövründə, eradan əvvəl 7-ci əsrdə isə Ağşehrin dövründə Mannalılar Assuriya ilə ittifaqdan üz döndərdiklərinə görə Assur hökmdarlarının hücumuna məruz qalmışdılar. 15-ci test. Manna dövlətinin eradan əvvəl 8-ci əsrin ikinci yarısı tarixinə aiddir. Ağşehir tərəfindən idarə edilməsi yanlışdır, çünki Ağşehir eramızdan əvvəl 675-650-ci illərdə olub, o da 7-ci əsrdir. B variantı. Midiya dövlətinin tərkibinə qatması, o da yanlışdır, çünki Manna Midiyanın tərkibinə eradan əvvəl 590-da qatılıb, bu da 6-cı əsrin əvvəldir. İskit dövlətinin hücuma məruz qalması da yanlışdır, çünki İskit dövləti eradan əvvəl 7-ci əsrdə Mannaya gəlib, hücum etməyib. Dövlətin əsasının qoyulması da yanlışdır, çünki əsası eradan əvvəl 9-cu əsrdə qoyulub. Vilayətlərin canişinlər tərəfindən idarə edilməsi isə doğrudur. 16-cı test. Manna dövlətinin eradan əvvəl 8-ci əsrin ikinci yarısı tarixinə aiddir. Yenə İranzuya aid hadisə tapmalıyıq. Midiya dövlətinin asıllığının Y variantı səhvdir. Assur hökmdarı Aşurbanipal səhvdir, çünki D variantı səhvdir, çünki Ağşehrin dövrüdür. Vilayətlərin mərkəzi hakimiyyətə tabe edilməsi doğrudur, çünki İranzun dövründə olmuşdu. Ağşehir tərəfindən idarə olması da dediyim kimi olmayacaq, çünki 675 eradan əvvəl 650-də hakimiyyətdə olub. Roma dövlətinin hücumuna da məruz Manna ümumiyyətlə qalmayıb. 17-ci test. Manna dövlətinin eradan əvvəl 740, eradan əvvəl 719-cu illər tarixinə aiddir. Yenə də İranzunun hakimiyyətinə aid hadisə tapacaq. Ya mərkəzləşdirmə olacaq, ya Assuriyanın müttəfiqi olması olacaq. Elə cavab B-dir, Assuriya ilə müttəfiq olması. Çünki Aşurbanipalın Mannaya qoşun yeritməsi, bayaq dediyim kimi, Ağşehrin dövründədir. Urartu dövlətinin süquta uğradılması ola bilməz, Midiya süquta uğradıb. Sirdaka müqaviləsinin imzalanması İranzun dövründə deyil, Ulusunun dövründədir. Urartu ilə müttəfiqlik münasibətlərinin davam etməsi də Ulusunun dövründə olub bir müddət, o da Assur hökmdarının hücumundan sonra dayandırılıbdır müttəfiqlik. 18. Manna dövlətinin eradan əvvəl 747-719-cu illər tarixinə aiddir. Urartu işğal etdiyi torpaqları geri qaytarılması, bəli cavab A-dır, çünki İranzu Urartunun işğal etdiyi torpaqları geri qaytarıb. 19. Azərbaycanda yaranmış İskiz şahlığına aiddir. Midiyalara qarşı mübarizə aparması. İskit Midiyaya qarşı mübarizə aparıb, çünki eradan əvvəl 590-cı ildə Midiya tərəfindən varlığına son qoyulubdur. B variantına deyir 6-cı əsrin sonlarında tənəzzülə uğraması. Xeyr, eradan əvvəl 590 6-cı əsrin sonu deyil, əvvəlidir. C variantı Makedoniyalı İskəndərin hücumuna məruz qalması, bu da yanlışdır. Makedoniyalı İskəndər 7-ci əsrdə fəaliyyət göstərmir, ya olsun 6-cı əsr. D variantı ən qədim pulların İskəndərin adına kəsilməsi, bu da yanlışdır. Çünki bu Albaniya və Atropatenaya aid cümlədir. Alan hərbi yürüşü də yeni Albaniya Atropatenayadır. 20-ci test. İranzunun hakimiyyəti illərinə aiddir. Canişinlərin mərkəzi hakimiyyətdən asılına son qoyulması, bu yanlışdır.
Aşurbanipalın hücumu Ağşeirinin dövründədir. C variantı. Ölkədə canişinlik sisteminin ləğvi yanlışdır, yaradılıb. Urartun işğal etdiyi Manna torpaqlarının geri qaytarılması. Cavab D-dir. Azanın mərkəzi hakimiyyətə qarşı qaldırdığı üsyan yatırılması ola bilməz. Çünki Aza heç bir üsyan qaldırmayıb. 21-ci test. İran Urartunun işğal etdiyi Manna torpaqlarını geri qaytarır. Yəni necə oldu geri qaytardı? İkinci Sargonla Sirdaka sövdələşməsi nəticəsi yanlışdır. Çünki Sirdakanın ulusunu imzalayıb. Asuriyanın Urartuya qarşı apardığı uğurlu müharibədən istifadə edib. Bəli, cavab B-dir. Digərləri də yanlışdır. 22-ci test. Asuriyanın Mannaya yürüşlərinin ümumi nəticəsi. Manna öz müstəqilliğini qoruyub saxladı. Bəli, cavab A-dır. Çünki digər variantlar Mannanın parçalanması, Urartuya tabi olması bunlar yanlış cavablar və D, Y cavablar yanlışdır. 23-cü test. Eradan əvvəl 6-cı əsrin əvvəlində Manna dövlətinə aiddir. Yəni 590-da. Dövlət müstəqilinə son qoyulması, bəli, cavab elə A variantıdır. 24. Eramızdan əvvəl 719-cu ildə İranzuya qarşı üsyan baş verərkən 2-ci Sargon nə edibdir? Demək, Urartu Mannaya qarşı hücuma keçməsinə təhrik edir. Xeyr, İranzu niyə belə eləsin? 2-ci Sargon niyə belə eləsin? İranzunu taxtdan endirir. Xeyr, elə bir hadisə də yoxdur. Ulusunla əfv edir. Xeyr, elə bir hadisə də yoxdur. Çünki söhbət İranzun dövründən gedir. Hələ ulusunun taxta çıxmayıb. Üsyançıları dəstəkləyir. Bu da yanlışdır. Cavab Y olacaq. Üsyançı şəhərləri və vilayətləri məğlub edibdir. 25. Manna dövlətinə aid deyil. Eradan əvvəl 9-cu əsrdə Urmiya gölü ətrafında yaranıb. Bəli, doğrudur. B. Asuriya dövlətini süqut edib. Bu da yanlışdır. Müəyyən, deməli cavab B-dir. Yanlış olanı tapdıq. Müəyyən müddət Azı tərəfindən idarə edilib. C doğrudur. Quldar dövlətdir, mərkəzləşmiş dövlətdir. Doğrudur. Manna dövlətinə aid deyil. Canişinlik sistemi tətbiq olunub. Doğrudur. Aiddir. Adına ilk dəfə Şumer dastanlarında rast gəlməsi yanlışdır. Çünki Mannanın adına ilk dəfə eramızdan əvvəl 843-cü ildə Assur hökmdarı 3-cü Salmanasarın kitabəsində rast gəlinibdir. 27. Manna və Midiya tarixi üçün ümumi cəhətdir. Assuriya dövlətinə qarşı mübarizə aparmaqları ümumi cəhət kimi götürə bilərik. Çünki Midiyada da Assur ağalığına son qoyur qaşları idi. Mannada da bəzən Assuriyaya qarşı mübarizə olub. Əhəmənilər tərəfindən işğal edilmələri ola bilməz. Atropatena dövləti nə əlaqə görmür bu dövlətləri. İskitlərlə uzun sürən müharibə də ola bilməz. 6-cı əsrin sonunda süqut etmələri də ola bilməz. Çünki 596-nın əvvəldir. 28. Manna və İskit şahlığına aid ümumi cəhət eyni dövlət tərəfindən süquta uğradılmaları. Bəli, cavab A-dır. İkisi də Midiya tərəfindən 6-nın əvvəlində süquta uğradılıb. 29. Verilənlərdən hər ikisi nəticəsidir. Yəni nəyin nəticəsidir? Urartunun qüdrəti sarsıldı və özünə gələ bilmədi. Manna bütün vilayətləri vahid mərkəzdə birləşdirərək qüdrətli dövlətə çevrildi. Magneziya ola bilməz. 190-cı il Atropatena dövləti müstəqil olur onun nəticəsində. Eradan əvvəl 190. Ona görə A gedir. Aşurbanipalın eradan əvvəl 650-ci il hücumunun nəticəsidir. Xeyr, Aşurbanipal hücum edəndə heç Urartu dövləti Mannanın işlərinə qarışmırdı. C variantı 2-ci Sargon eradan əvvəl 714-cü il hərbi yürüş. Bəli, bu Sargonun son yürüşüdür. Ondan sonra artıq Urartu son dəfə məğlub edildikdən sonra bir daha Mannanın işinə qarışmır. 30. İskit və Kimmer tayfalarına aid ümumi cəhət. Manna dövlətinin əsasını qoyub yanlışdır. Atropatenada yerli əhali hesab olunur yanlışdır. Albaniya ilə müttəfiq yanlışdır. Urartu qoşunun tərkibində 2-ci Sargona qarşı vuruşmuşdur. Bu da yanlışdır. Cavab Y olacaq. Mannanın arasında məskunlaşmışdılar. Hələlik bunu bəsdir bu qədər. Davam edəcəm. Bunu yükləyək YouTube-a.